Sürücü işi var yoldaşlar, sürücü işi var. Mən sizə bir neçə sürücü işindən bəhs etmək istəyirəm. Yüksək məqqul olanlar var. Ailə sürücüsü də olmalıdır aslında. Şəxsi sürücü də olmalıdır daha doğrusu. Oteldə olan variantı var. Daha doğrusu otellərlə işləyən. Bir də deyəsən tır sürücüsü olmalıdır, yük maşını. Ona görə axıra qədər qulaq assaz. Düşünürəm ki, sizə uyğun hər hansısa biri çıxa bilər aralarından. Gəlin başlayaq. İlk öncə şəxsi sürücü işi ilə başlayaq. Bu şəxsi sürücü işi yoldaşlar 1000-1500 manat aralığında dəyişir bunun əmək haqqısı. 1000-1500 manat aralığında. Deməli, burada yoldaşlar, siz 12 saatlıq işdir, 8-dən 8-ə qədərdir. Bir 6-cı günlükdür. Yəni, bazar gün belə deyək, istirahətdir. Rus dilini bilməlisiniz əsas məsələ. 25-45 yaşlı olmalısınız. BS kateqoriyanız olmalıdır. Ən azı da 3 illik sürücülük təcrübəniz olmalıdır. Yaxşı tanımalısınız şəhəri. Rəzi biliklərə malik olmalısınız. Hesablama, məsafə və vaxt ölçmələrini dəqiq apara bilmə bazarınız olmalıdır. Səliqəli və təmiz xarici görünüşünüz olmalıdır. Bu bir variant sürücü işi idi ki, nə idi bu? Şəxsi sürücü işi idi yoldaşlar. Bir də jet sharingdə sürücü işi var. Burada isə 1600-2500 manat qazana bilərsiniz. Burada amma şəxsi avtomobiliniz olmalıdır yoldaşlar. 20-35 yaşlı bir şəxs olmalısınız. Fiziki aktivliyə hazır olmalısınız. Şəhəri yaxşı tanıyan olmalısınız. 6 günlük işdir bu da. 1600-2500 manatlıq bir stabil əmək haqqıdır yoldaşlar. İndi o əmək haqqının nəyə görə sizə 1600-1000 düşəcəyimi, 700-2500 bu artıq müsahibə zamanı danışıqlar əsasında sizin bilik və bacarınızı əsasən qiymətləndirmək ola bilər. Sonra sürücü işi var, oteldə var. Daha doğrusu otellərlə, restoranlarla işləyən bir şirkətdir. Tabiya Qrup şirkətidir. Şəhərin mərkəzində olmalıdır bu şirkət yoldaşlar, Neftçilər prospektində. Orada bir iş var, B kateqoriyanız olmalıdır. Dəyişən iş qrafikində işləmə bacarınız olmalıdır. Regionlara daim səfərlərə çıxma imkanınız olmalıdır. Burada əmək haqqı qeyd olunmayıb, yaş qeyd olunmayıb. Bunu artıq siz müraciət edib dəqiqləşdirə bilərsiniz. Yəni qeyd olunmayıb. Sizə ona görə demək olar hamınız müraciət edə bilərsiniz. Əgər o şərtlər uyğunsuzsa, o regionlara səfərə belə deyim, hazır hiss edirsinizsə özünüzü. Sonra sürücü yük avtomobili üzrə var yoldaşlar. Sahil transportda 1500-2000 manat aralığında 20-65 yaşlı şəxslər üçündür. Y kateqoriyası tələb olunur və minimum 3 illik sürücülük təcrübəsi tələb olunur. Qaradağ rayonundadır yoldaşlar bu iş. Bundan əlavə sürücü işi Ailə Biskvit şirkətində də var. Burada isə 25-45 yaşlı şəxslər üçündür. İşsizə və FAV avtomobillərini verirlər sizə. Məhəmmədlidədir yoldaşlar. Məhəmmədlidədir bu iş yeri. BS kateqoriyası tələb edirlər. Ümumiyyətlə, sürücü işləri digər variantlar da var yoldaşlar. Yəni 600-dən daha az olanları, amma onları demirəm mən sizə. Belə çox, inanmıram da çoxunuz heç marağı olan 600 manat tanışır sürücü işinə. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər sürücü işlərlə də tanış olmalısınızsa və yaxud da fərqli sahələrdəki işlərlə də tanış olmalısınızsa, ümumiyyətlə iş tapmaca səhvində çəkilsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, doğrudan kanala. Kanala daxil olduqdan sonra diqqət edersəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.